bir bizə string verilibdir, yəni sətir verilibdir. Yenini tapaq, yeni adlı bir dəyişənə. Deyir ki, S sətrinin 6-cı indeksli elementə qədər götürək. İndeksləmə bilirik ki, 0-dan başlayır. 0, 1, 2, 3, 4, 5. Yəni 6-nın özü götürülmür. Demək biz burada götürməliyik artı fi. Düzdürmü? Yəni 0, 1, 2, 3, 4, 5. Və üzərinə gəlməliyik len S çıxılsın 5-dən düz axıra qədər. Yəni len S çıxılsın 5 dedikdə sondan 5-dən başlasaq yetərlidir. Bir də sahib 5 çıxanda, yəni sahib 5 çıxmaq da olar. Amma burada biraz sətirlərdəki simvollar çox olduğuna görə elə sondan 5 dənəsini götürsək yetərlidir. Yəni 5-ci indeksli elementdən onsuz da axıra qədər gedəcək. Bu da yəni 1, 2, 3, 4, 5 bu sətirlə cəmləyəcəyik. Sətirləri də cəmlədikdə bilirik ki, sətirlər birləşdirilir. Belə bir sətrimiz alınacaq. Düzdürmü? İndi baxaq M-ə. Bizdən M, K, L-in qiymətinin çap olunması soruşur. M bərabərdir. Bir S sətrində axtar, S find. Nəyi axtarırıq? Demək, baxaq. Yəni, bu sözü deyir axtar. Yəni, S sətrində bu sözü yenidən yazmayacaq müəllimlər uzundur deyə. Yəni, bu sözü S sətrində axtaranda bu söz bütöv şəkildə, yəni S sətrinin içərisində yerləşmir. Yəni, birbaşa bütöv şəkildə bu sətirdə, yəni bu söz bu sətir olmayacaq. Yəni, bu sətirlərin əvvəlindən və sonundan götürülmüş hissələrdir. Bütövlükdə ardıcıl bu simvollar gəlmir. Demək, qiymət nəyə bərabər olacaq? Tapmayacaq, mənfi 1-ə bərabər olacaq. Düzdürmü? İndi K-nı tapsaq, K bərabərdir. Yenə deyir, S sətrində axtar. Nəyi axtaracaq? 4-cü yeni sətrindəki 4-cü indeksli elementə qədər. İndeksli isə 0, 1, 2, 3. Yəni, axtaracaq bu qısa olduğuna görə yazacağım artini. Yəni, bu sətri axtaranda, hər hansı bir hissəni axtaranda baxacaq ki, o hissə var. Baxsaq, ilk hissə baxın, artı bu ümumi sətrin, S sətrinin içərisində bütöv şəkildə yerləşir. Görürsünüz, artı bütöv şəkildə yerləşir. Ona görə də bu bütöv şəkildə yerləşən sətrin də ilk simvolunu götürürük. Yəni, ilk simvolunun indeksini götürürük. Bunun da indeksi böyük anda indeksi 0-dır. Demək, bu da 0-a bərabər olacaq. İndi L-ə baxaq. L bərabərdir. Else find. Yenə deyir ki, yeni sətrində 4-cü indeksli elementdən axıra qədər getməyə lazımdır. 0, 1, 2, 3, 4-cü indeksli element F-ə düşür. Düzdürmü? Yəni, biz axtarmalıyıq bunu. Yenə də baxırıq ki, bu S sətrində bu həmin hissə, yəni bu sətr bütöv şəkildə yerləşməyib. Fi buradadır, sonu bu simvollardır, yəni ayrı-ayrı hissələrdə, yəni ardıcıl olaraq yerləşməyibdir. Ona görə də bu da mənfi 1-ə bərabər olmuş olacaq. Demək, M-in qiyməti mənfi 1, K-nın qiyməti 0, L-in də qiyməti mənfi 1 olacaq. Və deyir, bu qiymətləri çap elə mənfi 1, 0, mənfi 1 olmuş olacaq.